İmam Əli əleyhissalam haqqında bilməyimiz lazım olan 20 nöqtə. 1. Həzrət Əli əleyhissalam möcüzəvi bir şəkildə Kəbədə dünyaya gələn yeganə insandır. 2. Atasının adı Əbu Talibdir. Əbu Talib son ilahi Peyğəmbərin əmisi və Həzrət Muhammed sallavatullahın himayəsini 8 yaşından etibarən öhdəsinə götürən insandır. Əbu Talib, Həzrət Muhammed sallavatullahın Peyğəmbərliyi başladıqdan sonra Qureyş kafirlərinə qarşı ən böyük hamisi idi. Əbu Talib ömrünün sonuna kimi həyatını Muhammedin şəriətinə həsr etdi. 3. Həzrət Əli uşaqlıq dövründən etibarən Həzrət Muhammed sallavatullahın nəzarətində oldu və Allah Rəsulu onu şəxsən özü böyüdərək təlim və tərbiyə edib. 4. İslam Peyğəmbəri dünya və axirət qadınlarının seyyidəsi və canının parəsi olan Həzrət Fatimə-i Zəhranı ilahi fərmanla Həzrət Əli ilə evləndirdi. 5. Beysətin başında Məkkəli böyüklərin İslama dəvət edildiyi vaxt Allah Rəsulu Həzrət Əli haqqında belə buyurdu: Ey qohumlarım, bilin ki, Əli mənim qardaşım və sizin aranızda mənim vəsim və varisimdir. 6. Həzrət Əli İslam Peyğəmbərinin dəvətini qəbul edən ilk insan idi. 7. İslam Peyğəmbəri Həzrət Əli haqqında belə buyurdu: Mən elm şəhəriyəm və Əli onun qapısıdır. Onda kim elm talibidirsə, qapısından içəri girməlidir. 8. Allah Rəsulu Əbu Bəkri Bəraət surəsinin ayələrini oxumaq üçün Məkkəyə göndərdiyində o Həzrətə vəhy nazil oldu. Bu ayələri Peyğəmbər və ya ondan olan biri xalqa çatdırmalı və bu 2 nəfərdən başqa heç kim bu iş üçün səlahiyyəti yoxdur. Bunun üzərinə Allah Rəsulu Həzrət Əliyi Məkkəyə göndərdi və Əbu Bəkir yolun yarısından Mədinəyə geri döndü. 9. Həzrət Əli əleyhissalam vəhiy katiblərindən və hafizlərindən biri idi. O həmçinin Rəsulullahın şəxsi katibi və yardımcısı idi. 10. İslam Peyğəmbəri qapısının Mədinə məscidinə açılmasına icazə verdiyi tək ev Həzrət Əli əleyhissalamın evidir. Allah Rəsulu bu məsələyə etiraz edən bəzi sahabələrə belə buyurdu: Allah mənə Əlinin evindən başqa məscidə açılan bütün qapıları bağlamağımı əmr etdi və mən heç vaxt özümdən bir qapının bağlanmasını və ya açıq qalmasını əmr etmədim. Mən bu cür məsələlərdə Allahın əmrinə itayət edirəm. 11. İslam Peyğəmbəri Həzrət Əlini, qızı Fatiməni və nəvələri Həsən və Hüseyni özü ilə birlikdə Nəcranlı xristiyanların liderləri ilə mübahiləyə apardı və onlara özünün əhl-i beyti elan etdi. 12. Mühacirətdən sonra Allah Rəsulu mühacirlərlə ənsar arasında 2 qardaşlıq əhdi bağladı. Ən son Həzrət Əli tək başına qalmışdı. Əli əleyhissalam Allah Rəsulundan səbəbini soruşdu. Rəsulullah belə cavab verdi: Sən mənim bu dünyada və o biri dünyada qardaşımsan. Məni haqlı olaraq məbus edən Allaha and olsun ki, sənin qardaşlıq əhdini səni özümə seçmək üçün təxirə saldım. Bu qardaşlıq 2 dünyaya əhatə edəcək qədər genişdir. 13. İslam Peyğəmbəri şəxsən komandanlıq etdiyi 27 müharibədən bir tək Təbuk müharibəsində Həzrət Əli yox idi. O savaşda Allah Rəsulu Əlini Məkkədə öz yerinə canişin saxlamışdı. Baxmayaraq ki, Əli əleyhissalam Rəsulullahın yanında olmaq istəmişdi. Amma Allah Rəsulu ona belə buyurdu:
Məgər sənin mənə qarşı mövqeyin Harunun Musaya qarşı mövqeyi kimi olsun istəməzsənmi? Baxmayaraq ki, məndən sonra Peyğəmbər yoxdur. 14. Xeybər döyüşündə müsəlmanlar düşmənin ən güclü qalasını fəth etməkdə problem yaşadıqda və İslam ordusunun sərkərdələri bir neçə gün sonra qələbədən ümidini kəsərək İslam Peyğəmbərinin huzuruna geri dönəndə o həzrət belə buyurdu: Sabah bayrağı döyüşdən heç vaxt qaçmayan və düşmənə arxa çevirməyən birinə verəcəyəm. O, Allah Taalanın və Peyğəmbərinin sevdiyi adamdır və Allah bu qalayı onun əli ilə alacaqdır. Ertəsi gün Allah Rəsulu bayrağı Həzrət Əliyə verdi və o həzrətdə möcüzəli bir şəkildə Xeybər qalasını fəth etdi. 15. Həzrət Əli Əhzab döyüşündə Ərəb aləminin ən böyük döyüşçüsü Əmr ibn Əbdüvədi məğlub edərək İslamı məhv olmaqdan xilas etdi. İslam Peyğəmbəri bu hadisə haqqında belə buyurub: Xəndək günü Əlinin zərbəsi bütün cinlərin və insanların cəmi ibadətindən üstündür. 16. Həzrət Əli Uhud müharibəsində Rəsulullahın canını qorumaq üçün özündən elə bir fədakarlıq göstərdi ki, Həzrət Cəbrail nazil oldu və belə dedi: Əlinin nümayiş etdiyi fədakarlıqların ən yüksəyidir. Allahın Rəsulu isə belə cavab verdi: Mən ondanam və o da məndəndir. Düşmən bayraqdarlarından 9 nəfərinin Həzrət Əli əleyhissalamın əli ilə həlak olduqdan sonra səmavi bir nida eşitdi: Heç bir igid Əli kimi və heç bir qılınc Zülfüqar kimi ola bilməz. 17. 40 silahlı quldurun Rəsulullaha sui-qəsd təşkil etmək istədikləri gecə Əli əleyhissalam o həzrətin yerinə yatağına uzandı və beləcə Rəsulullahın həyatını xilas etdi. 18. Allah Rəsulu Mədinəyə hicrət etdikdən sonra Həzrət Əliyi Məkkədə nümayəndə olaraq xalqın özünə əmanət etdiyi əmanətləri onlara təhvil verməyi tapşırır. 19. Allah Peyğəmbəri sonuncu həcc səfərindən dönüşü zamanı Qədir Xumda müsəlmanlara Əliyi öz xəlifəsi kimi tanıtdı və belə buyurdu: Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Həmin vaxt bütün səhabələr İmam Əliyə beyyət edib təbrik etdilər. 20. Sonda Ramazanın 19-u Həzrət Əli Kufə məscidinin mehrabında namazda, səcdədə olarkən aldığı qılınc zərbəsi ilə yaralandı və Ramazan ayının 21-i Haqqın dərgahına qovuşdu.